Hörmətli izləyicilər, bax bu Heydər Əliyev Park ərazisidir. Heydər Əliyev Park ərazisində olan, yəni bu da göldür, yəni suyunu göldür. Sadəcə olaraq bunun suyun dəyişməsi ilə əlaqədar olan arx qabağı, yəni kanalın qabağı tutulmuşdu. Hal-hazırda açıldı, müraciətimiz əsasında su idarəsinin, yəni işçilər tərəfindən açıldı. Şəhər Soveti sağ olsun Rahim müəllimi, yəni müraciət elədik, o da bizə köməklik göstərdi. Cənab başçı da Allah canı sağ eləsin, İlhan. Salam hörmətli izləyicilər, bu Kürdəmir rayon Heydər Əliyev Parkında yanında olan suyunu göldür. Yəni bunun su dəyişmirdi, neçə vaxtı kanalizasiyası o yana axılan suyun dəyişikliyi axıntısı tutulmuşdu. Bizim də müraciətimiz əsasında Kürdəmir rayon Şəhər Sovetinin icra nümayəndəsi, yəni şəhər icra nümayəndəsi Rahim müəllimin köməkliyi ilə, yəni onu yaşıllaşdırma idarəsinin müdürü Seymur müəllimin, yəni bir də su idarəsinin işçilərinin fəaliyyətinin əlaqədar, yəni yaxşı fəaliyyətinə əlaqədar bu hal-hazırda açıldı və indi hal-hazırda suyun dəyişməsi mövcud oldu. Sağ olsun Kürdəmir rayon icra hakimiyyətinin başçısı cənab Elşən Həsənli, yəni bu işlərin əsas səbəbkarı, yəni tapşırıq verən odur və bizim də müraciətimiz yerinə yetirildi. Kənan Zülfqarov, Kürdəmir regional təşkilatı. Salam hörmətli izləyicilər, hal-hazırda həmin çıxış arxı təmizlənir. Çox sağ olsunlar, icra başçısı, çox sağ olsun. Şəhər Sovetimiz, çox sağ olsun. Yaşıllaşdırma idarəsi, çox sağ olsun. Su idarəsinin işçiləri və müdürü, çox sağ olsun. Kənan Zülfqarov, Kürdəmir regional təşkilatının sədri.